Sir varsa söz de var. Ben Reşat Tərlanoğlu'nun təqdimatında sizlerle görüşe geldi. Sirler varsa sözler de var. Hər vaxtınız xeyir olsun değerli ve hürmetli tamaşaçılar, değerli izleyicilerimiz. Bəli, biz indi hal-hazırda Sir Varsa Söz de Var verilişində sizlerin evinizin qonağıyıq və təbii ki kimdir onu demək istəmirəm çünki bir balaca da sürpriz olsun. Bax bu çiçək məhz onun üçündür. Sirli, sözlü, hər zaman söyləyirik ki sir olan yerdə sözlər çox olur, qalmaqallar olur. Daha nələr və gəlmişik həmin xanım müğənninin qapısını döyməyə. Görək o bizə və bizim kameralarımıza nələr söyləyəcək. O qalmaqal yaşanmışdı bir ara. Nəsə onda bir sirləri var. Hər birini sizə təqdim edəcək. Kimdir qonağımız? Özünüz görəcəksiniz. Və qapını döyürük. Ay salam aleyküm. Axşamınız xeyir olsun. Və əziz izləyicilərimiz, çiçək kimi bir xanıma gül çiçək dəstəsi. Bax bu qızıl gül kimindir? Təbii ki bizim səhnəmizin pozitiv müğənnisi Ayda Ziyadxanlı. Necəsiz? Xoş gəlmisiniz mənim evimə. Xoş gördüm. Həqiqətən sürpriz, çox sevindim. Biz də sizi gördük, çox sevindik. Siz ümumiyyətlə həmişə evlərə belə xəbərsiz gedirsiniz. Xəbərsiz gedirik, amma ki belə bir var ki sirlər olan evlərə gedirik. Mən qapıda saxlamayım sizi. Bəli, ən gözəli elə içəri getməkdir. Bəli əziz izləyicilərimiz, Sir Varsa Söz də Var verilişinin nəğməli sirli qonağı bizim səhnəmizin gözəl, pozitiv müğənnisi Ayda Ziyadxanlıdır. Bəli əziz izləyicilərimiz, az öncə söylədim ki, Sir Varsa Söz də Var verilişinin qonağı xanım xatın müğənnimiz Ayda Ziyadxanlıdır və təbii bizə gəlmiş iki sirlər var. O sirləri sizlərə təqdim edək. Ayda xanım, sizi bir daha xoş gördük. Xoş və gəlmisiniz. bir daha tamaşaçılarımızı salamlayın. Amma o suallarım var hansı ki ekskluziv olaraq o sualları bizim redaksiyamıza da yazan tamaşaçılar var. Hansı ki onları sizə ünvanlamaq istəyirik. Buyurun. İnşallah. Hər kəsi salamlayıram. Xoş gördük hər birinizi. İnşallah ki bugün necə sirləri açacaq mən Reşat Tərlanoğlu söz verirəm ki o sirləri sizlərə hər birini açıb deyəcəm. İnşallah. İlk önce bir sual vermək istəyirəm. Bu birinci sir budur ki sizin bu gözəlliyinizin sirrindən biraz danışaq. Yəni hər biri təbiidir. Yoxsa bir dəqiqə hal-hazırda şou biznesdə təbiiliyi yoxdur, çoxsunda yoxdur. Yox, mən ümumiyyətlə realı sevən insanam. Tanıyan hər kəs də bilir ki, mən düzgünlüyü sevən insanam. Üz nahiyəmdə yoxdur. Yəni botoks deyirlər, nə deyirlər, o heç biri yoxdur. Amma bədən şəkilləndirmə olub əməliyyat. Bəli, bu artıq moddur. Onu elətdirməyəni artıq yox, yəni mən o var da, hamı elətdirir. Yəni bugün səhnəmizin 90% onu elətdirir. Hamısı da inanın ki, adamın üzünə elə dayanırlar ki, elətdirməmişəm. Elətdirmisən axı. Artıq bir sir açıldı, deyildi. Və Ayda xanım, bax belə bir sualım var sizə. Çünki o sual hər birimizi maraqlandırır. Siz bax səhnədə statusun önəmi nə dərəcədədir? Hal-hazırdakı bax bu sizin olduğunuz səhnədə. Nə bilim, onu xalqımız deyə bilər. Yəni bax mən deyirəm ki, fəxr eləyərəm ki, məni sevənlər var. Siz o mənəm deyən müğənnilər də var. Bilirsiniz ki, mənim bu qədər tamaşaçım var, sevgilim. İnsan özü mənəm deyə bilməz. Deməməlidir. Deməməlidir. İnsanı biz eləyən xalqımızdır. Mən özümü bəyəndimsə, mən özümü bəyənmərəm. Məni xalqımız bəyənməlidir. Mənim illərcə toylarına getdiyim insanlar mənə dəyər verə bilər. Mənim barəmdə onlar fikir bildirə bilər. Mən özümü kiməm ki, özümü ancaq tərifləyim. Məni Allahım sevsin. Məni bax, sizi kimi dəyərli insanlar, siz mənə tərif verə bilərsiniz. Siz mənə deyə bilərsiniz ki, Ayda bu düzdür, bu səhvdir. Mən özümü tərifləməyim o düzgün bir şey deyil. İndi düzdür, çoxu çıxıb efirdə mənəm deyir. Amma mənəm demək olmaz. Az öncə söylədiniz ki, Rəşat mənim əlimə toxunma. İcazə vermirlər. Bəli, niçin icazə vermirlər? Biraz indi toxunsam nəsə bir şey. Yox, olmaz. Tamam. Onda o nəsə bir xəbər var deyəsən. O xəbəri istərdik ki, elə birlikdə açıqlayaq. Hə də, niyə də olmasın ki, valla biri çıxır deyir ki, belə, biri çıxır deyir ki, elə, hərə bir söz danışır. Mənim üçün ailə həyatı bir nömrəlidir. Qadının ailəsi olar. Ailədən kənar tanıdıq olmaz. Bəli. Bir qadın ailə həyatı qurarsa, o vaxtı çıxar, efirdə sual verilərsə, deyər ki, bəli, mən ailəliyəm.
xanım üçün, özünə dəyər verən xanım üçün ailə birinci nömrədir. Birinci nömrə o gəlir. Və mən belə düşündüm ki, təbii ki, sizin söylədiyinizdən belə fikirləşirəm ki, nəsə vağzalı səsi eşidirik. Hə, yaxın zamanlarda. Mənə də bir gözəl ailə təklifi gəlib, ailə qurmaq barədə təklif gəlib. Aha. Və inşallah Xeyir işinə vaxtı. Artıq demək olar ki, hər şey gözəldir. İnşallah ki Məkanı falan danışmısınız yoxsa qonaqlarınız yazısınız? O insan çox böyük bir iş adamıdır. Həm ölkəmizdə, həm ölkəmizdən kənarda. Çox güman ki, biz böyük bir toy etməyəcəyik. Yəni bu mediadan da kənarda olacaq toy? Hə, mediadan da kənarda olacaq. Çünki siz qonağımsınız, hər zaman orada olacaqsınız, amma çəkiliş falan yox. Çünki operator Ləman xanım çox obyektiv işləyir. Gizli kadrlar. Ləman xanımla küsərəm, olmaz. Zarafatı yoxdur, sizin şəxsidir. Çünki hər bir ailə mənim üçün müqəddəsdir və önəmlidir. Ailəni məncə önə çıxartmaq olmaz. Yəni müğənni ailə ilə gündəmə gəlməz. Ailə ilə gündəmə gələn müğənni, nə bilim, mən düzgün baxmıram. Yəni müğənnilər bugün efirə çıxır və bir çox ağıllılar da deyirlər ki, məsəl üçün toyxana müğənnisi, efir müğənnisi və yaxud da toyxananı niyə efirə daşıyırsınız və yaxud da nə? İndi mən buradan ona bir açıqlama vermək istəyirəm. Əziz və dəyərli tamaşaçılarım, bilənlər bilir, anlayanlar anlayır. Bilməyənlərə də qoy buradan belə deyim ki, bugün sizin efirdə gördüyünüz müğənnilərin hamısı toyxanaya ayaq açıb. Toyxanadan qazanır. Bugün siz müğənniləri o qədər görürsünüz ki, artıq nə pul verib bilet almaq istəmirsiniz, nə onun konsertinə getmək istəmirsiniz. Nə sizə konserti maraqlı olan müğənni yoxdur. Yəni mən bunu yalan deyirəm, yəni əl çatılmaz deyirlər. Bugün bizim Azərbaycanımız mediamızda heç bir müğənni əl çatmaz deyil. Ən pikinin belə müəyyən bir daskısı var. Ödənişini ödəyirsən, gəlir toyunda ifa edir, çıxır gedir. Müğənni ona deyərəm ki, əgər əl çatmaz olmaq istəyirsə, heç bir toyxanaya getməsin, heç bir məbləğ qarşılığında toya getməsin, ancaq və ancaq konsertdən konsertə, elə biri də mən özüm qarışıq, gedim konsertində oturum, oxumağına baxım, əl çalım, biletini də neçəyə deyərsənsə alım. Amma bugünkü günü elə efirdə olan aparıcıların 90% da toyxanada aparıcılıq eləyir, gəlir efir aparır və yaxud da efirlərini təkrara verirlər, toya gedirlər. Müğənnilərin də ki, elə, valla belə pis çıxmasın, kimin pulu var, hamı efirdədir. Bəzi müğənnilərin də var ki, əlavə biznesləri var. Əlavə biznes, ağıllı insanın hər zaman ikinci bir biznesi olmalıdır. Mən ona pis baxmıram. Deyim də, villa, bəli, mənə hədiyyə olunur. Olunub daha doğrusu. Hədiyyə? Bəli. Amma bizə informasiya elə gəlmədi. Bizə informasiya siz özünüz almışsınız. Nəsə belə bir. Xeyr. Hədiyyədir. Bəli, ailə qurduğum insan tərəfdən mənim üçün hədiyyədir villam. Həmin villa hardadır? Və bilirsiniz də. Bilirik, tamaşaçılarımız. Bilirsiniz, inşallah qonaq çağıracağam. Söz verirəm ki, ekskluziv olaraq, ilk media olaraq biz gəldik. Havalar isinsin, sizi qonaq çağıracağam. Məhz həyətimdə gözəl bir çəkiliş edəcəksiniz. Həmin zamanlarda ki, sizi yəqin ki, ailəli olacaqsınız. Və improvizasiya, canlı ifa istəyir bizim dəyərli tamaşaçılarımız. Çünki hər bir müğənninin səsini o canlı olaraq, təbii ki, fonoqrama bütün hər yerdə var. Canlı olaraq səsinizi bizim izləyicilərimiz eşitmək istəyir. Buyurun. Gözlərin aldı məni, kəməndən saldı məni. Getmə, getmə, gəl, gözəl yar. Getmə, getmə, gəl. Amandır tək qoyma məni. Amandır tək qoyma məni. Getmə, getmə, gəl, gözəl yar.
Getmə, getmə, gəl. Olsun. Getməz inşallah. Hələ indi təzə başlayırsınız. İnşallah. Gələr inşallah belə deyirik. Əziz izləyicilərimiz, mən tamaşaçılarımız indi hal-hazırda Ayda xanımın da başı qarışıqdır. Mən də sizə hər bir şeydə evdə sirləri sizlərə təqdim edirəm və istərdim ki, girək içəridə Ayda xanımın qardırobu, onun geyim tərzini və orada hansı geyimləri var və həmin geyimləri bir-bir sizlərə təqdim edib. Ayda xanımın başı qarışıqdır. Balaca uşaqla oynayır. Təbii ki, onu da soruşacağım. Görüm o uşaq kimdir? Ay, uşağı çəkməyək də. Uşağı çəkməyəcəkdim əslində. Mən başqa bir şey çəkməyə gəlmişdim. Amma bu uşaq kimindir onu bilmirəm. Uşaq kimindir? Bu cür uşağı güzəltməyir. Maşallah, maşallah. Yox, istəmirəm kameralara çıxsın. Yaxşı, uşağın üzünü belə dumanlı eləyərik. Kimdir bu uşaq? Aha, nəsə var. Xahiş edirik, bax, bu sirli, dolu kameralarını. Belə də qalsın. Yox, yox, qalmasın. Yox, Çünki qalsın. tamaşaçılar sonra məndən küsər. Sən danışa bilirsən, sən kimsən? Ayda sənin nəyindir? Açıqlama verirsən, yoxsa üzün göstərəcəm? Kimə oxşuyur? Sizindir. Qalsın da, onlar açıqlamayaq, çəkməyəsiniz uşaqda. Yox, yox. Yox, Mən yaxşı, bunu mən çəkmir. Bunu çəkmir. Kamera stop qoydu. Yox, mən dedim axı, mən aləmlə gündəmə gəlmək istəmirəm. Bəs bunu tanımaq istəyirəm axı mən. İnşallah gələcəkdə Yaxşı. tanıyarsınız. O zaman sizi bir dənə bura. Bəli, əziz izləyicilərimiz, burada hal-hazırda Ayda xanımın, Ayda Ziyad xanımın qardirobunu bircə açıb göstərəcəm. Hamısı sirləri özüm göstərəcəm. Burada gözəl foto. Bu sizin səhnə geyimlərinizdir yəqin. Düzdürmü? Amma çox gözəl geyimləri qaşdı. Bu geyimləri siz xüsusən hazır tikdirirsiniz yoxsa alırsınız? Yox, mağazalardan alıram. Sifariş eləyirəm, gəlir. Belə baxıram, belə amma sizin əyninizdəki də çox gözəldir. Qrovu. Bəli. Bax bunlara baxın, əziz tamaşaçılarımız. Ayda xanımın ziyafət geyimləri, səhnə geyimləri və burada Çox əlimdə bahalıdır. burada nə var? Ay, qoy qalsın deyim. Bu qardırobda nə gəzir ki? Bu mənim üçün Xüsusi. əl işidir, məxsusi hazırlanıb. Düzdür, bunun bir oxşarları mağazalarda satılır. Amma bu mənim üçün məxsusi hazırlanıb. Bunu da inşallah ki, o Bəli. villada görəcəksiniz. Villada sərgilənəcək. Bəli. Bəli. Bu da mənim üçün hədiyyə olunub, hazırlanıb. Bu ağzı Nər açılmır. taxtadır. Yox, ağzı o tərəfdən açılır, qoy qalsın. Qalsın söhbəti Nər olur axı. taxtadır. Xüsusi bunu heç olmaya belə göstərim də bunu. Bax bunu da tamaşaçının amma xüsusi əl işidir. Nə Ağırdır, ağırlığındadır. çox ağırdır. Bəli, bax bu da. Çox Siz ağırdır. nerede oynayansınız? Hə, xoşlayıram. Nə gözəl. Bəli, bu da çox ağırdır. Və burada bir dənə qırmızı paltar var. Onu da təqdim edəcəm mən izləyicilərimə. Sizcə Ayda Ziyad xanımın zövqü əziz tamaşaçılarımız kommentariyalarda gözləyəcəm hər birinizi. Təbii ki, bu Ayda xanımın zövqü nə dərəcədədir? Onu sizin təbii ki fikirlərinizə buraxırıq və hər biri gözəl geyimlərdir. Bugün efirə 90% kimi çağırırlar. TikTokda fenomen olur, TikTokda tanınır. Ondan sonra efirlər də reyting xətrinə o insanı çağırır. Niyə məni çağırmırlar? Çünki mən reyting verməyəcəm o insanlara. Niyə? Çünki mən açıq-saçıq geyinmirəm. Çünki mən bəzi hərəkətlər eləmirəm. Çünki mən məsəl üçün səsim olub oxuya bildiyim halda çıxıb demirəm ki, mən bunu eləyirəm, mən onu eləyirəm, mən evimdə bunu eləyirəm, onu eləyirəm demirəm. Məni yetərincə bax. Məni dövlətim tanısın. Məni dövlətim tanısın, mənə yetər və artar. Mənə bir çoxlarının tanımağı mənə lazım deyil. Məni tanısınlar, o mənə yetər. Bax belə deyim də, bax müharibəyə gedən vaxtları əsgərlərimizə stimul verən xanım müğənnilərdən idiniz və təbii ki arxan cəbhədə siz də döyüşürdünüz və onu demək istəyirəm ki, qazilərimizin, müharibə veteranlarımızın tədbirlərində, toylarında, xeyir işlərində təmənnasız olaraq və xeyriyyə tədbirlərində həmçinin və təmənnasız olaraq çıxışlarınız olur və onu da qeyd edim ki, dəmir yumruq qələbəni söyləyən zaman təbii ki, hər birimiz o qələbəni qeyd etdik və Ayda Ziyad xanlı dayanmadı. Bir çox tədbirlərdə təmənnasız olaraq öz var gücü ilə, səsi ilə, avazı ilə millətin qarşısına çıxdı və bugünkü gündə niyə onlar görsənmir? Çünki bax, mən deyim də sizə, pandemiya devri oldu. Mən o faktları artıq mən sizə göstərəcəm. Efirdən sonra istəsəz işıqlandırın, istəsəz işıqlandırmayın. Pandemiya devri oldu. Hamı reklam tutmaq üçün, reklam xatirinə aldığı 10 korobkanı çəkdi, göstərdi. Amma mən ayda yüzlərlə
insana yardım elədim, onun bircəciyini də çəkib paylaşmadım. Mən həyatda bugünkü günü də və həmişə də mən bir çoxları kimi getdiyim şəhid və qazi ailələrinin toyunda özümü reklam edib, oynayıb, özümü çörüb, oynaya, özümü reklam etmədim. Ona görə mi tanımadınız məni? Bəli. Mən qeyd edeyim ki, əziz tamaşaçılarımız, hal-hazırda Sir Varsa Söz də Var verilişinin qonağı siz tanımadığınız deyirsinizsə, həm o tanımırsınızsa, həm ürəyi də sənəti kimi gözəl olan Mərd xanım Aydə Ziyadxanlı idi. Aydə, çox sağ ol, təşəkkür edirəm. Bax, mən sənə qurban ol, mən demirəm ki, mən dünya qədərində bir sənətkaram. Xeyr, bizim sənətkarlarımız var. Mən sənətkarlarımızın qarşısında üzr istəyirəm. Mən heç vaxt o sözü demərəm. Mənim balaca, bu boyda bir ürəyim var, bir səsim var. Özümə məxsus ifalarım var. Mən sizə təşəkkür edirəm. Bugünkü həm söhbətim Aydə Ziyadxanlı oldu. Doğrudan da çox maraqlı söhbət oldu. Mənə elə gəlir ki, izləyicilərimizin də xoşuna gələcək. Təbii ki, izləyəcək. Yenə də söyləyirəm ki, kommentariyalar, yorumlar, biz tənqidlərə açığıq. Yetər ki, o tənqidlərdə qərəz olmasın. Zirvəliyə gedən yol hər zaman söyləyirik ki, tənqidlərdən keçir. Tamaşaçılarımız, bizə ayrılan efir vaxtı var. O burada sona çatır. Təbii ki, biz hər zaman söyləyirik ki, sir olan yerdə mütləq xəbərexpress.az saytı, mən Rəşad Tərlanoğlu orada olacam. Sir Varsa Söz də Var. Gələn həftə bir başqa sənətçinin evində, evlərinizdə qonaq olacaq. Gedirik ki, yenidən gələk və istərdim ki, o sonluqda bizim dəyərli Aydə Ziyadxanlının gözəl klipi ilə sağollaşırıq. Sağ olun, sağlıqla qalın. Eşq olsun Azərbaycan ordusuna, yaşasın Azərbaycan. Vətən varlığı üçün bir can nədir? Qurban olsun canım vətən.